30 il ərzində işğal altında olan torpaqların əsl sahibləri geri döndükcə bu yerlərdə ikinci baharlarını yaşayırlar. Amma bununla belə bəzən elə insanlar da tapılır ki, öz məsuliyyətsizliklərini örtbasdır etmək üçün yalan iddialarla illərdir görülən işlərə kölgə salmaq istəyir. Belə ki, sosial şəbəkələrdə Ağdamın Kəngərli kəndinə köçən Murad Rüstəmov keçmiş məcburi köçkünlər üçün tikilmiş evlərin güya yanğın təhlükəsizliyinə cavab verməməsi ilə bağlı əsassız iddia ilə çıxış edib. Məsələnin mahiyyətindən xəbərdar olan və olmayan bir çox şəxslər də özlərində bu məsələni şərh etmə ehtiyacı görüblər. Hökumətin gördüyü işləri tənqid xatirinə tənqid etmək naminə hadisənin səbəbini öyrənmədən rəy yazanlar da sanki növbəyə düzülüb. Əslində isə söhbət yanğın təhlükəsizliyinin ən elementar normalarına əməl etməməkdən gedir. Belə ki, Murad Rüstəmov yaşadığı evin divarına bitki manqal qalayaraq sonradan manqaldan çıxan odun evin divarlarına ziyan vurduğunu iddia edir. Bildirir ki, evin divarlarına üzdüyü kimi penoplast istifadə olunub və bu da yanğına səbəb ola bilər. Amma elə həmin adamın özünün çəkdiyi videodan görünür ki, iddia özü yalandır. Material penoplast deyil, müasir izolyasiya məqsədi ilə vurulan divar konstruksiyasında tətbiq edilmiş istilik izolyasiya materialıdır. Məsələ ilə bağlı reportaj şərh verən hadisənin səbəbkarı Murad Rüstəmov onun paylaşdığı videonun yanlış istifadə olunduğunu bildirib. Bunu götürüb əziyib paylaşıblar. Yəni mən özüm bu işə çox narahat oldum. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli reportaj açıqlamasında qeyd edir ki, vətəndaşın Ağdamda fərdi yaşayış evinin divarında manqal quraraq kabab bişirməsi həmin binada istilik qatının əriməsinə gətirib çıxarıb. Burada heç bir problem yoxdur, heç bir panika düşməyə lazım deyil. Tikilən bütün bina və qurğular ciddi nəzarət altında həyata keçirilir və tələb olan bütün tikinti normativ sənədlərin tələblərinə cavab verir. O cümlədən yanğın təhlükəsizliyinə görə. Bu binalar hamısı tikilib 40 sm qalınlığı olan əhəng daşından. Üzlüyü o istilik qatı qoyulub buna görə ki, binaların istiliyə, soyuğa davamlılığını evlərin içərisində artırsın. Dövlət Yanğına Nəzarət Xidmətinin rəis müavini Cəmil Xudiyev isə reportaj açıqlamasında Ağdamda fərdi yaşayış evinin fasad hissəsinin üzlənməsində istifadə olunan materialın çətin yanan tikinti materialları qrupuna daxil olduğunu deyib. Fərdi yaşayış evinin fasad hissəsinin üzlənməsində istifadə olunmuş material kompozit istilik izolyasiya edən fasad sistemləri materialları qrupuna daxil olan tikinti materialıdır və bu materialın akkreditasiya olunmuş laboratoriyada müvafiq sınağı həyata keçirilmişdir və həmin sınaq nəticələrinə əsasən sözü gedən tikinti materialı G1, yəni çətin yanan tikinti materialları sinfinə daxildir ki, bunların da tətbiqi tikinti norma və qaydalarının tələblərinə əsasən məhdudlaşdırılır. Gördüyünüz kimi, alovun təsirinə məruz qalmış bu material, əgər yanar material olsaydı, təbii ki, yanğının səthi üzrə yayaraq yaşayış evinin alovlanmasına şərait yarada bilərdir və buradan bir daha video materialında görünür ki, alovun təsirinə məruz qalmış hissə temperaturun təsirindən deformasiya eləmiş, struktur dəyişmiş, ərimə olmuşdur. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti İdarəetmə Xidmətinin Keyfiyyətə Nəzarət və Əməyin Təhlükəsizliyi Departamentinin müdir müavini Ramin Quliyevin sözlərinə görə, Kəngərli kəndində yaşayış evlərinin üzərinə çəkilmiş fasad suvaq izolyasiya qatı onu açıq alovdan tam şəkildə mühafizə edir. Burada istifadə olunan izolyasiya materialı layihə tələblərinə uyğun olaraq yanğına davamlı xüsusiyyətə malik olmaqla müvafiq keyfiyyət sertifikatlarına malik və G1 sinifi, yəni alovlanmayan sinifinə aiddir. Üzərinə çəkilmiş fasad suvaq izolyasiyası onu tam olaraq açıq alovdan qoruyur. Vətəndaşın yanğın təhlükəsizliyi ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməmiş və nəticədə bu hal baş vermişdir. Yeri gəlmişkən, Kəngərliyə qayıtmış digər sakinlər də mütəxəssislərin fikrini təsdiqləyir. Gözəl evlər tikilib. Yüksək səviyyədə də məsələn, onun infrastrukturu təmin olunubdur. Məsələn, kombilər quraşdırılıbdır, batareykalar. İndi qaz var, işıq var, qızdırılır, ev normal. Evdə məsələn, nəzik geyməklə hədəlmişsən də belə.
yaxşıdır, heç bir təhlükə zadı yoxdur. Bilirsən nədir? Lap aparırsan o qaradaş var, ona da alov tutsan o da biraz közərəcək, bəlkə də partlayacaq o. Evin nə işi var alovun içində? Aralda sənin tonqalına qala, falana qala, evdir, qəşəng tikilibdir. Çöldə məsələn soyuğa davamlılıq var içərdən. Vallahi ataplarına yanmamış ev istidir. Yanğın təhlükəsini əməl etməmək isə cinayət məsuliyyəti yaradır və gələcək faciələrin qarşısının alınması üçün belə hallara yol verənlər ciddi məsuliyyət daşımalıdırlar. Və tam yalan məntiqsiz bir iddia ilə Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərə kölgə salmaq özü də bir məsuliyyət yaradır. Bu mənada uzun illərin həsrətindən sonra doğma yurduna qayıdan insanlar arasında təşviş yaratmaq, Böyük Qayıdış prosesinin gedişinə mane ola biləcək yalan məlumatlar yaymaq cəhdlərinin qarşısı həm ictimaiyyət, həm də müvafiq dövlət qurumları tərəfindən alınmalıdır.